Qızılca virusları tərəfindən orqanizmə infeksiya verən müxtəlif səpkili və temperaturlu bir nəticədə insanı xəstələndirən hava damcı yolu ilə yoluxan infeksion bir xəstəlik olub. Orqanizmdə yoluxduqdan sonra isə ən çox nazofaringeal bölgədə, yəni ağız və udlaq bölgələrində, burun bölgələrində, burun boşluqlarında həmin mikrob özlərinə yer eləyirlər və orada özləri qidalanaraq çoxalmağa başlayırlar və 10-15 gün ərzində isə bütün orqanizmə yayılaraq orqanizmi xəstə eləyirlər ki, bu qızılca bu cür virus mənşəli infeksion bir xəstəlikdir. Bu cür xəstələrlə kontaktda olan uşaqlar mütləqa həkimlərinə və sahə pediatrlarına bildirilməlidir. Bu cür xəstələrin özləri isə müəyyən həkimlərə bildirildikdən sonra gərəkirsə xəstəxana şəraitində, gərəksə ev şəraitində də olursa da həkimin nəzarətində olmalı və müalicə almalıdır, nəzarətində olmalıdır.